Hər vaxtınız xeyirli olsun. Məhkəmə prosesi bu dəqiqələrdə müdafiə tərəfinin replika çıxışları ilə davam edir. Onlar çıxışlarında dövlət ittihamını müdafiə edən prokurorların çıxışlarında səsləndirdiyi fikirlərə münasibətlərini bildirirlər. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri çıxışlarında olduğu kimi replika fikirlərində də, replika çıxışlarında da 5 fevral 2026-cı il Bakı Hərbi Məhkəməsinin hökmünün ləğv olunmasını və barələrində bəraətverici qərarın qəbul olunmasını xahiş edirlər. Qeyd edək ki, bununla bağlı dövlət ittihamını müdafiə edən prokurorlar isə öz çıxışlarında bildirmişdilər ki, həmin hökm qəbul olunarkən uzun müddətli məhkəmə istintaqı aparılıb, uzun müddətli araşdırmalar aparılıb və bundan sonra belə bir hökm qəbul olunub və həmin hökmün ləğvi üçün heç bir hüquqi əsas yoxdur, hökm ədalətlidir və qanunudur. Və iş üzrə keçən materiallarda həmin hökmün dəyişdirilməsi ilə bağlı heç bir əsas yoxdur. Eyni zamanda zərər çəkmişlərin nümayəndələri də fikirlərində həmin hökmün ədalətli olduğunu bildirmişlər və qəbul həmin dəyişdirilməməsinə məhkəmədən xahiş etmişlər. Qeyd edək ki, bu məhkəmə prosesi artıq 3 aydır Bakı məhkəmə kompleksində keçirilir. Məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tədqiq olunmadan keçirilir. Bu müddət ərzində təqsirləndirilən şəxslərə və onların müdafiəçilərinə apellyasiya şikayətinin əsaslandırılması üzrə fikirlərini çatdırmaları üçün xeyli müddət ayrıldı, heç bir onlara məhdudiyyət qoyulmadı və onlar üçün şərait yaradıldı. Eyni zamanda onlara rus və erməni dilində tərcüməçilər ayrıldı ki, onlar fikirlərini də bu tərcüməçilər vasitəsilə məhkəmədə çatdırdılar. Eyni zamanda qeyd edək ki, onların hüquqlarını 2 vəkil müdafiə edir, dövlət hesabına təyin olunmuş vəkillərdir. Məhkəmə prosesi qeyd etdiyimiz kimi bu dəqiqələrdə davam edir və biz xəbərlərin növbəti buraxılışında digər məlumatları da tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.